Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində bir mühüm xəbəri diqqətinizə çatdırmaq istəyirik. Belə ki, 25 may tarixində səhər saatlarında Gədəbəy rayonunun Kəlaman kəndində quldurluq hadisəsi baş verib. Qafqaz İnfoya istinadən məlumat veririk ki, 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olunub və qeyd eləyək ki, həmin qadın tənha yaşayırmış. Qadının başına un kisəsi keçirərək ona küt alətlə zərbələr endirilib və ona məxsus 6000 manat pul, eyni zamanda pensiya kartından çıxardığı məbləğlər də götürülərək əlindən alınıb. Kənd sakini 74 yaşlı qadını əl-ayağı bağlı şəkildə başına un kisəsi keçirilmiş formada aşkar edilib və bununla bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Onurğa sümüyünün və qabırğaların sınığı, eyni zamanda kəllə-beyin travmaları alan ahıl qadın Gəncə xəstəxanasına aparılıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun inspektoru polis mayoru Eşqin Qasımov açıqlama verib və bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır və nəticələr ictimaiyyətə məlumat kimi bildiriləcək. Qeyd eləyək ki, Zeynəb Nağıyevanın müharibə veteranı olan oğlu vəfat eləyəndən sonra o tənha yaşayırmış.